Asiya növbəti sualına baxırıq. Deməli, dişi heterogametliyə malik diploid çiçəkli bitkinin vegetativ yolu çoxalması təsvir olunubdur. Çiyələk bitkisidir. Dişi heterogamet olduğunu qeyd etdik biz. Görə ikinci sualda nə deyirdi? Bitkinin cədvəldə verilən hüceyrələrinin cinsiyyət xromosomlarının mümkün iki variantını yazın. Demək, iki variantı ikisini də deyir. Birinci variant və ikinci variant qoyubdur. Mərkəzi hüceyrənin cinsiyyət xromosomu nədir? Mərkəzi hüceyrə. Əgər bizim dişi bitkimiz X, Y olur. Və burada qamet yaradanda bilirik ki, bu qamet iki formada düşə bilər. Məsəl üçün, yazaq burada. Bilirik ki, bir iri, bir kiçik hüceyrə yarandı deyək ki, burada belə ola bilər. Burada X-ə düşsə əgər qamet, digər hüceyrəyə Y və X düşəcəkdir. X-ə düşən vəziyyətdə necə olurdu? Yəni, mərkəzi hüceyrə 2 dənə X daşıyır. Bilirik ki, 2N xromosomdur bu. 2N X olacaqdır. Ruşey hüceyrələri X olacaqdır və erkəkdən gələn digər X də burada qeyd olunur. Yəni bunu belə qeyd eləyək. Erkəkdən gələn budur. Dişidən gələn də X budur. 2N xromosom daşıyır yenə ruşey hüceyrələri. Hər bir hüceyrəsi. Endosperm hüceyrəsi ikisi dişidən gəlir. Ona görə də 2X burada yazarıq. Dişidən gəldiyini qeyd eləyərik. Çünki burada endosperm 3N xromosom daşıyır. Və erkəkdən də X vəziyyətini gətirib yaza bilərik. Çünki erkəkdən başqa heç nə gələ bilməz. Erkək necə orqanizm idi dedik? Erkək homogamet idi. XX gəlir. Başqa cür gamet hazırlaya bilmir. Bu qaydada olur. İkinci variantda yaza bilərik. Misal üçün, ikinci variantda bu dəfə Y-ə salaq. Baxın, X, Y olsun. Və burada bölünmə nəticəsində bu dəfə X-ə salmışdıqsa, indi Y-ə salırıq. Y-ə salanda görürük ki, 2 dənə Y, biri qamet olacaqdır, digəri qamet olmadan əmələ gələn Y hüceyrəmiz olacaq. Deməli, burada da X olacaqdır. Y-ə düşürsə əgər, onda mərkəzi hüceyrənin cinsiyyət xromosomu olacaqdır Y. Çünki biz dedik axı, bu 2N idi və yalnız dişin xüsusiyyətini daşıyırdı. Ruşey hüceyrələri yenə erkəkdən X gələcəkdir. Erkəyin işarəsini qoyuruq, dişidən gələn Y olacaqdır. Yəni, bu XY olacaqdır. Başqası ola bilməz. Sonra bir də qeyd elədik ki, burada endosperm hüceyrələri necə ola bilər? Endosperm hüceyrələri də burada belə deyək ki, mərkəzi hüceyrəsi yenə Y olacaqdır erkəyə aid. Dişiyə aid bağışlayın. Çünki Y oradan gələ bilər və dişiyə aid olduğunu qeyd elədik. Burada isə erkəkdən isə yalnız X gələ bilər. Yalnız X gələr. Ona görə də erkəkdən gələn X, Y olar. Dişidən gələn də belə olar. Bunu düzgün ardıcılıqla yazsaq, yəni birinci X-i yazıb Y yaza bilərik. Burada da X, Y, adətən X sonra Y yazılırdı. Digərlərində problem olmayacaqdır. Yəni bu ardıcılıq da bu qaydada olacaq.